zannedin. Ölüm qabağınızın ayağında. Ay tez olaq, tez olaq. Ne olar? Alo. Salam. Alo, Salam. Salam. hərsiz. Sağ olun, siz necəsiniz? Sağ olun. Mən sizdən köməklik istəyirəm, ay oğul, ay bala. Nə mənada köməkliyə ay xanım? Mən xərçəng xəstəliyim var, qan xərçəngiyəm. Nə olar, mənə köməklik elə qurban olum. Yoldaşım tutulubdu. Bir dənə balaca 7 yaşında qızım var. Özümün 49 yaşım var. Amma xərçəng xəstəliyinin tədavisi var ki. Bəzisinin var, bəzisinin. Qan Amma devlet zaten, ay xanım, devlet zaten xərçəng xəstəliyindən şikayət olan insanlara bedava tedavi gördürür ki. Sağ olsun Azərbaycan devleti. Çok teşekkür edirəm. Bedava sizə yardım eləyir o konuda kemoterapi. mən dərmanlarımı pulsuzdur. Dərmanlarımı pulsuz götür. Dərmanlarınız da pulsuzdur, kemoterapi də pulsuzdur. Amma yol pulum zadım olmur. Gedib gələ bilmirəm Bakıya. Yoldaşım tutulubdu. Özüm işləmirəm. Körpə 7 yaşında qızım var. Yaxşı, siz neyini bilirsinizmi məni? Mənim necə sən deyim nömrəvi sənə atsın. Sən o xərçəng şeyinə həqiqətən bir bax, onayla, ondan sonra PK at xanımlar. Bax, qadın alım. Heç nə yalan Yo. deyirəm. Yayında gösterme, spama gidersiniz. Yayında gösterme. Neyiniyim bilirsiniz ana. Evet. Siz indi nömre vereceğim. Onu qeyd edeyim. Mənim asistanımın WhatsApp'ıda. Siz ona atın. O doktor bir dostumuz var. Ona atsın. Buna bir baxaq, onaylayaq. Ondan sonra mən sizdən PK atım. Yaxşı. Oldu. İnanırsınız, bax, inanırsınız. O qədər yazan var. O qədər insan. Yo, mən yalan demirəm. Yo. Size göre değil, insanlara güvenç olsun da başa Yo. düşsüz yoksa insan inanmır. Siz atın, bir baksın, doktora göndersin, onaylayın, bir 5-10 dəqiqədən sonra PK atar. Bakıda qan institutunda əyyar həkim var. O müalicə eləyir. Gəncədə də beynəlxalqda qan həkimi. Yok, ben qan size həkimi. inanıram. Ben size inanıram. Sadece bunu onaylanmamız için indi bakmayın da bu kadar insan yardım edir. Siz onu kağıza atın, bir baxaq, doktorumuza gönderək, bunu onaylasın. Ondan sonra ben 5-10 dəqiqədən sonra sizə PK atım, davam eləyək. Olar mı? Olar. Yaxşı. Yəni bunu dəqiqləşdirək də indi özünüzü mənim yerimdə qoyun, nə olar? Başa düş. Mən də kasıvam, dolana bilmirəm. Nömrədir. 055. Spama gider. Hə, onda oğlunuz bilir. Mənim profilimdə asistanımın biyografində nömrə var. O nömrəyə WhatsApp-a yazın, olar mı? Olar. WhatsApp-a yazın, şəklini atın. Mən sizə onaylayayım, doktora ataq, onaylayaq. 5-10 dəqiqə sonra cavab gəlsin, PK ataq. Olar. Yaxşı. Gözləyirəm, yazın. Çox sağ olun. Təşəkkürlər. Yo. Mən asla mən onaylamadan həqiqətən onu bax bu qız var idi bayaq qoşduğumuz qız. O həqiqətən doktor kağızlarını attı. Bu qədər insanın önünə çıxırıq ay aşkım. Onda mən də qalxım deyim ki, mən beləyəm, xərçəngəm, mənə pul yığın. Mən onaylamadan, bu kağızı görmədən, bunu doktora atıb onaylamadan həqiqətən bu xəstəlikdən problem yaşayır, onu onaylamadan mən insanlardan hədiyyə, insanların pulunu asla qopara bilmərəm. Bu dələduzluğa girir. Asla aşkım, asla. Və ona görə də biz deyirik ki, bizə nə qədər vəsait desələr, biz heç özümüzə də almırıq. Asla nə özümüzə vəsait alırıq, nə ailəyə vəsait alırıq. Həqiqətən ehtiyacı varsa, həkimin, doktorun, hansı kliniksə, xəstəxananın hesab nömrəsinə o pulu atırıq. Atanlar sağ olsun, atırlar. Deyirlər ki, buyursun, gəlsin əməliyyatını şeyini eləyə, yoxsa o ay aşkım olmaz belə. Dələduzluğa girir valla. Bunu biz onaylayırıq ondan Çünki sonra. az məbləğlər deyil. Az məbləğlər deyil, insanlar pulu gedir. Teşekkürler bunun açıklamasını verdiğim için kız. Ay tez olaq. Siz ne yaptınız kız? Bugün pazar günü. Enigma Bey hoş geldiniz. Eğlenceli. Ay bugün pazar günü az neynədiz? Niye Allah kahretmesin. Dünən də 6. gündü gedib gəzən mən. Üliz çok sağ ol. Bütün xəbər saytları məni paylaşır. Abo 85 bin izlenme, 85 bin ekran tıklama, ay bacı. Hamısı sizle beraber, sizin sayenizde oldu. Sizin sevginizin sayesinde oldu. Çok teşekkür ederim.
Nilay'a da yaz ki orada gülücük atmasın. Kalp atsın onu sabitleyen de o gülücüğünü yatır orada. Okey devam. Oy, teşekkür Yaxşı, ederim. Alo ne alaka? Tamam. Alo. Salam, salam. Ay Sabi mən dünən səninlə danışdım. Dedi bugün nə danışım Danışmadıq. səninlə üst üstə. Qoydular ki, bir daha çəkib Danışdıq da itimi Allah. qoymuşsan qabaqçım mən səndən. Sən Allah. Üf, nə danışım da. Dünən də yayındaydım. Bugün də yayında. Ay Allah bunlar da 7-24 saatdə yayın açıq mənə pek atmaqları üçün. Yeni insanlarla tanımaq için. Sen dünende kaldın. Videoya gitti. Ücü seni unuttum. Ben aşklarda beləyəm. Tanıştık. Fanfinto çıkkı çıkkı. Bitti. Az bir saat sonra tarihte kaldın. Sen dünende kaldın. Sen üzümü unuttum. Ben yeni aşklara, yeni yerlere yelken açmaya çalışıram. Teşekkürler. Dünən danışdıq. Ne danışım yeni seninle? Ben yeni kişilerle danışmak sevmirəm. Bu bazı tiktokerlar var. Her gün yeni kişilerle PK atırlar. Az her gün. 5 defa 10 defa PK. Az sıkılmırsınız. Her gün. Yeni sifetlerle PK atılır mı yol? Alo. Salam. Aşk böcüşüm ne tersen? Sağ ol, sən nətərsən? Çok sağ ol ömüş. Harda kalırsan ömrüm? Rayonda. Haradır rayon bilirəm. Rayon haradır ben? Tər. Aa Terter. Terterdasan. Hə. Terteri neyme şurada aşkım? Simişqası ilə, şəhidləri ilə. Ne güzel. Simişka ve şehit. Ne güzel. Ne diyeceğim? Yaşın neçədir? Ara gittin. Bak deyirəm Terterin neye meşhurdu? Deyir ki indi ne alakada? İndi güya bu. İndi şehirde güya bu. Ay ne alaka Allah aşkına. Bir rayonun neye meşhurdu? Kartofu meşhur olabilir. Yemeği, gölü, havası. İndi ne alaka? Azərbaycanın hər bölgəsində şəhid var. Azərbaycanın hər yerində şəhid var. Allah şəhidlərimizə rəhmət eləsin. Yəni mən başa düşmürəm. Belə bəzi iyrənc videoların altına şəhid cümlələrini yazırlar. Mənim gəlib yayınlarımı. Ay İsmail'cim çok sağ ol. Valla beni görüp şəhid yazır. Ay ne alaka? Mən olmaz. O cümle çok kaliteli bir cümledir. Çok büyük bir cümledir. Gidip canlarını feda eləyiblər. O cümle basit bir cümle değil ki. Her yorumun altına yazasız. Mən öyle görəndə mənim ətim tökülür. Bəzən iş gereksiz bir insanların videolarının altına şəhid, qazi yazırlar. Ayıp değil. Utanıram mən elə cümleyi onu yazmağa. Ya görselliği sevmirəm. Görselliği yalana bir dənə prim, like gələcək deyə görselliği sevmirəm. Asla həyatımda da olmadı. Hə aşkım, heç görselliği sevmirəm ömrüm, nə tərsən? Tersen ay kız. Güzel, necəsən? Səni gördüm çok. Ay sağ ol ömrüm, sen nə tərsən? Bak. Enerji. Ay Əliyeva çok teşekkür ederim. Az 70 bin hoş geldiniz. Ne tersiz? Ay çok teşekkür ederim. Asamınıza. Hoş geldiniz. Ay benim canlarım. Ay benim güzellerim. Az benim Türk izleyicilerim. Az benim Rusya izleyicilerim. Az benim ne bileyim dünya izleyicilerim. Oy Rusya'da, Ukrayna'da az pazarda kartuşka satan izleyicilerim. Oy benim Gedebey'de kartuşka satan izleyicilerim. Oy canlarım Lənkəranda çay içer. Az hamınızı öpürəm. Az hamınızı yalayıp YouTube dik tuturam. Adım Velizar. Lakabım Deli Gidar. Hollanda'dan izləyirsən. Evlenek de aşkım.
13 milyon beğeni. Az çok teşekkür ederim. Günlükte de 4. sıradayım. Ay Miraycığım, az senin açkini yiyeyim. Az açkinden vurul ay Miray. Oy senin benim güzel bacım. O açkilerle inşallah güzel şeyler görürsen ay ömrüm. Güzel güzel şeyler görürsen o açkinle inşallah. Ay Sabuli, Rahman, Kocişko, Mocişko. Hansı ülkedesen? Ben bu dəqiqə Suriye. Hansı ülkedesen? Bakıdayım. Alo. Salam. Ay ne güzel hanımsınız siz böyle maşallah salam. Çox sağ olun, təşəkkür edirəm. İzləyicilərinizi də salamlayıram, sizi də salamlayıram. Gözəl bir yayın arzu edirəm. Belki PK'yı qəbul eləyəsən. Hə. Ah, ne tersiz? Çox sağ olun, siz necəsiz? Çok teşekkürler. Buyurun bacım. 111 Əmlak Şirkəti adından sizi salamlayıram. Aleyküm. Sizə çox Aleyküm gözəl salam. fürsətlərlə gəlmişəm. Çox gözəl xəbərlərim var. Ay ev verəcək yəqin Port Bakıdan. Hə. Biz Əmlak Şirkəti adından sizin izləyicilərinizə xüsusi bir endirim kampaniyası başlatmışıq. Sizin yayımdan gələn bütün izləyicilərə çox gözəl endirimlərimiz olacaq. Əlavə olaraq sizin canlı Ay yayımda baba. Sözünüzü kəsirəm. Adınız nədir? adım Əfsanə. Mənlə net danış. Məsələn, neçə 100 nəfər bu dəqiqə sizi takip eləyib yazarsa net nə qədər endirim olacaq, neçə gün bu sürəcək. Çünki yazırlar, sonra problem çıxmasın. Net bir şəkildə indi bu dəqiqə takip eləyib yazanlara nə qədər endirim, adımı verənlərə nə qədər endirim, neçə gün davam edir. Mənlə net. Buyur. Nə qədər çox olarsa təbii ki, bir o qədər daha çox endirim olacaq. Bu məlum məsələdir. İndi görək izləyicilərimizin də məharətini. Biz sizdən maksimum şəkildə dəstək tələb edirik. Amma sizə əlavə olaraq jestlərimiz də təbii ki, bununla bitmir. Sizin canlı yayımda nə qədər izləyici varsa, əgər aralarında şəxsən evlərini satmaq istəyən müştərilər də varsa, biz ücretsiz şəkildə gəlib təqdimat videosu da çəkirik, evlə tanış oluruq, evin satışını maksimum şəkildə tezləşdiririk. Dəqiq. Bəli, 100%. Bunu bilirsiniz Ay xanım, normalde bu çox pahalı bir şeydir normalde. Mesela bir emlakçıya mən desem ki gel benim adi mesela bir draxlet maşınımı sat mesela desem ya da töyləmi sat desem o emlakçı ne kadar pul istiyor bilirsən. Sen bunu təzminatsız eləyəcəksən. Bəli, ücretsiz bir şəkildə gəlirik, evi çəkirik, təqdimat videosu ilə paylaşırıq və tez bir zamanda da satışını həyata keçiririk. Bizdə bütün qiymətə, yəni münasib qiymətə evlər çoxdur. Bağlı, bağçalı, gözəl həyət evlərimiz də var, bina evlərimiz də var. Şəhərin bütün hissələrində, bütün ərazilərdə evlərimizin satışları mövcuddur. Ne güzel ne güzel. Onda indi bu dəqiqə takip eləyib yazanlara gələcəksiniz pulsuz. Bunların reklamını Bəli. yapacaksınız, evlərini çəkəcəksiniz. Belə bu dəqiqə elə mi? Bəli, bizim bundan öncə gözəl, böyük bir səhifəmiz var idi. Çox təəssüf ki, o səhifə Onda sizin bağlı. səhifənizi bir 10K eləyək də 10K'nın şərəfinə bir gözəl endirim. Bəli, əlbəttə. İndi bu dəqiqə adımı verir. Emlakçı səhifəsini takip edenler gəlir evinizi satır. Çəkiliş eləyirlər pulsuz bir şəkildə. Hər şey eləyirlər pulsuz ay bacı. Bəli. Az, məni kullanın bacı, kullanın məni. Çox gözəl fürsətdir. Çalışın bu fürsətdən yararlanasınız dostlar. Bir dəqiqə xanım. Bu 111 emlak var. Neçə gündə siz nə qədər xəstələr alırsınız? Onların hamısına nə qədər dəstək olub hədiyyələr göndərir. Elə mi? Siz o xəstələrə də yardım mı etmisiniz? Dəstəkçidir həm də xəstələrə. Ay canımsınız. Ne kadar izleyici var hanım? Alarsın 10. Oy 10K oldun ay bacı. Təşəkkür edirəm, minnətdaram. Az 10K oldun, takip edin dostlar, takip edin yazsanız indir. Ben siz rayonlara gelip çekiliş edirsiniz mi? Rayonlara da mümkündür. Ha, Bəli, dəqiq yoksa yok. dəqiq. Oraya da mı gelip çekiliş? Bəli, qanuni şəkildə. Əsas odur evin sən İsmail'cim teşekkür ederim.
Sağ ol İsmail Hüseyin'in buradan yanaklarından balinalar emcüklesin. Ne dersin yani? Halal da ay bacı seni adımı verene, seni takip edip indi bu degi yazana rayonlara pusuz az menden istifade edin ay bacı. Az töylerinizi satmak istiyorsunuz. O dranklit hepinizi satanmırsınız mı? Ay bacı buna yazın Velizar 3169'dan geldik diye. Gelirler rayonlarınızda çekiliş elirler, pulsuz şeylirler de. Çekiliş eleyip her şeylirler o töylerinizi satırlar. Satmazsalar gelin beni cırık cırık eləyin. Aha o ev satılmazsa benim adım Velizar değil. Məncə siz bilirsiniz necə bir təklif deyin onlara. İndi hal-hazırda onların səhifəsi 12.000, 13.000 olanda sizdən əlavə bir faizlə versinlər. Ne mesela necə faiz? Misal bir endirim də eləsinlər. Da Faiz endirim eləməyib ki olsa bu çekiliş pulsuz değil. Ha, yenə də faiz endirimi satışda da ən azından. Satışda da. Bəli, sizin adınızdan gələnlərə. Ama Bəli. O da mümkündür. O da məncə bir 13K olsa sizin adınızdan gedənlərə də faiz, evin qiyməti barədə. Əlbəttə, o da mümkündür. yaxşı 13K olsa satışta da endirim eləyirsiniz. Bəli, satışda da endirim eləyirik gözəl bir şəkildə. Çox gözəl endirimlərimiz olacaq. Bəs Hal-hazırda ev alanlara da yardım eləyirsiniz mi? Ev alanlara da bu endiriminizi ev alıp ve satanlara. Təbii ki, həm alana, həm satana biz hər iki tərəfi nəzərə alırıq. Aa ne güzel. Yani burada emlak pulunu almırsan, çekiliş pulunu almırsan, reklam pulunu almırsan. Bəli, bəli. Rayonlara da gelirsen pulsuz. Çəkilişi ümumiyyətlə ücretsiz eləyirik. Ən əsas da sizin izləyicilərimizə. Belizar'dan geldim diyenlere. Bəli. Az halaldı sene ne kadar oldu takipçin? 11K ile 11K oldu da 300 nefer az bir 11K deliğin 300 nefer de gelse 200 nefer geldi. Bir 11K eleyim bacı seni bu degi takip edip yazanlara adımı verenlere indirim eləyir rayonlara gelir pulsuz perez çekiliş algı satkı her şey eləyirlər. Dostlar, çox sağ olun dəstəyinizə görə. Sağ ol. Di bacı yeter öpürəm. İnşallah güzel cevaplar gelse yaz mənə. Tamam, inşallah. Çox sağ olun. Təşəkkür edirəm. Sağ olun. Mənə bax, gələndə yaz mənə bax. Çünki bizimkilər də yazacaq. Həqiqətən mən sizə güvənirəm. Yəni belə bir şey eləsəniz, mən sizə 11K oldu bu arada takipçiniz. Mən sizə güvənirəm. Çünki izləyicilərin həmişə yazır bizə ki, biz getdik həqiqətən endirim falan elədilər deyə. Tamam. Çox sağ olun. Çox sağ olun. Öpürük sizi. Təşəkkürlər. Teşekkürler. Sağ olun. Ay maşallah. Yerim size az yerim az sizi. Ay bacı reklamlar lazımdı neyim az. Elə bir şeyde size Müge Anlı'nın yayınındasınız. Müge Anlı'nın yayınında yarım saat 40 dəqiqə olmur reklam. Məndə də 5 dəqiqə olurdu. Ay bacı niyyətlə mən getim araya reklamı sokuşturmalıyam. Ama sağ olsunlar həqiqətən eləyirlər. Bak o gün sushi vermişəm. Sushi bunların %25 adımı verene endirim eləyiblər. Pulsuz çatdırılma eləyiblər. Sonra bir dükkanı reklam elədim. Dükkandan nə qədər gedib endirim. Belki bir 1000 nəfər yazıb. Yəni bacı aradı mənə də lazımdır da. Amma kaliteli reklamlar eləyirlər və həqiqətən də eləyirlər. Çünki məndən qorxurlar. Hələ bir eləməsinlər o endirimi, getməsinlər, pulsuz çəkdirməsinlər, cırıq-cırıq şey eləyərəm. Buyur. Bir de o ki kofe satan xanım var idi. Hə. O xanım da deyir ki ben deyir orada size deyir o kadar seve deyir birden ağzından deyir pulsuz çıktı çatdırılma. Deyir dayı aralara kadar pulsuz çatdırdım. Ay ne güzel. Camalcım teşekkür ederim. Reklamlarımız bitti de. Ne? Bakalım. Kabul teşekkür ne kalıp tez onu da ortaya sokum. Dede day mənə reklamları. Az da insanlar bilir insanlar. Zəhra İnsanları yalan. Ben yalan bir insan Yaxşı, değilim. Zəhra Ben